Salam uşaqlar, bugün 7 dekabr 2025-ci il tarixində keçirilmiş OTK sınavından coğrafiya suallarına baxacağıq. Başlayırıq 31 nömrəli sualına. Coğrafi uzunluğu 3-cü saat qurşağının orta meridianından 45 dərəcə qərbdə yerləşən şəhəri müəyyən et. Hər bir saat qurşağının orta meridianı saat qurşağının rəqəminin 15-ə vurulması ilə tapılır. Yəni 3-cü saat qurşağının ortası 45-dir. 1-dən 11-ə qədər bütün saat qurşaqları şərq yarımkürəsində yerləşdiyi üçün bu olacaq 45 dərəcə şərq uzunluğu. 45 dərəcə şərq uzunluğundan 45 dərəcə qərbdə yerləşən ərazi isə 0 dərəcəli uzunluq, yəni Greenwich meridianıdır. Greenwich meridianı isə London şəhərindən keçdiyi üçün burada cavab E variantı olacaq. Relyef vahidlərinə uyğun gələn xüsusiyyətləri müəyyən edin. Baxırıq. Orinoco, La Plata, Orta Sibir və Anadolu. Cənub və qərb yarımkürəsində yerləşir. E, Orinoco ekvatordan şimaldadır, Orta Sibir şimaldadır, Anadolu şimaldadır. Burada cənub və qərbdə yerləşən Cənubi Amerikada olan La Plata ovalı olacaq 2-yə 1. Subekvatorial iqlimdə yerləşir. Anadolu subtropik Aralıq dənizindədir. Orta Sibir mülayim kontinental, kəskin kontinentalındadır. La Plata subtropikin bərabər rütubətində. Orinoco ovalığı isə şimal subekvatorialında yerləşir. Mülayim iqlim qurşağının kontinental tipinə isə Orta Sibiri seçəcəyik. Əslində kəskin kontinental yazsa daha doğru olardı. Geosignal ərazidə yerləşir. Bu da Ərəbistan, Afrika və Avrasiya litosferik havaların toqquşduğu zonada olan Anadolu yaylası olacaq. 1-ə 2, 2-yə 1, 3-ə 3, 4-ə 4 cavab C variantı. Temperaturu 30 dərəcə olan 1 kub metr havanın nisbi rütubətliyi 65% təşkil edir. Temperatur 10 dərəcə aşağı düşərsə, havanın nə qədər rütubət itirdiyini hesablayın. 30 dərəcə 1 kub metr havada 30 qram, 20 dərəcə isə maksimum 17 qram su buxarı saxlaya bilir. Əvvəlcə gəlin görək havada neçə qram su buxarı var. 30 dərəcədə 65% nisbi rütubətlik var və 30 dərəcə maksimum 30 qram saxlaya bilir. Yəni 30 qram 30 dərəcə üçün 100% təşkil edir. Bəs neçə qram? 65% təşkil edir. 100x bərabərdir 1950, x bərabərdir 19,5. Deməli, havada 19,5 qram su buxarı var. Və hava 10 dərəcə soyuyur. Yəni 30-dan 20-yə düşür. 20 dərəcə isə cəmi 17 qram saxlaya bilir. Yəni bu 19,5-in 2,5-ini itirəcək, saxlaya bilməyəcək. Cavab olur C variantı. Sual 34-ə baxırıq. Burada bizə 2 dənə ada verir və bu adaların birində vulkan göstərib. Vulkan göstəribsə, bu vulkanik ada olacaq. Digər ada isə Maldiv adalarının təsviridir. Bu mərcan mənşəli ada olacaq. Deməli, birinci təsvir vulkanik ada, ikinci təsvir mərcan mənşəli ada. Uyğunluq görək harda pozulur. Birinci göstərib Havay adaları. Havay adaları vulkanik mənşəli adadır. Doğrudur. Bu doğrudur. Sonra göstərib İslandiya adasını. İslandiya adası da vulkanik mənşəli adadır. Bu da doğrudur. Divergent zonada yerləşirlər. Divergent zonada olanlar vulkanik mənşəli olur. Dördüncü ada Newfoundland adasıdır. Newfoundland adası materik mənşəli adadır. Materikdən qopma adadır. Bu yanlışdır. Birinci ada Maldiv adalarıdır. Maldiv adaları mərcan mənşəlidir. Bu doğrudur. İkinci ada Kalimantan adasıdır. Kalimantan adası materik mənşəlidir. Burada mərcan mənşəli kimi qeyd olunub. Bu yanlışdır. Yanlış olacaq. 2 və 4. Cavab C variantı. Xəritə sxemdə işarələnmiş ərazilər üçün ümumi xüsusiyyəti müəyyən edin. İşarələnən ərazilərimiz Cənubi Amerikanın cənub-şərqi La Plata ovalığı, Əjdaha dağlarının ətəkləri Afrikanın cənub-şərqi, Böyük Suarcı dağlarının ətəkləri Avstraliyanın cənub-şərqi. Bura bərabər rütubətli subtropik iqlimə düşür, böyük hissəsi bu işarələnən ərazilərin. Cavan dağlar yerləşir, səhvdir. Əjdaha qocadır, Böyük Suarcı qocadır. Cənubi Amerikada da orada dağ yoxdur ümumiyyətlə. Passat küləklərinin təsirinə məruz qalır. Passatlar tropikdən ekvatora doğru əsir. Bu ərazilər isə mülayim işıqlanmada yerləşirlər. Burada qərb küləkləri hakim olar. İsti okean cəryanlarının təsirinə məruz qalır. Bəli, burada Braziliya cəryanı, burada
Mozambik cəryanı. Burada Şərqi Avstraliya cəryanı. Cavab elə C variantıdır. Subekvatorial iqlim qurşağında bayaq dedik, hamısı subtropikdədir. Aktiv seismiklik deyil, hamısı platformadır. Yəni heç biri toqquşma və yaxud da ayrılma zonasında deyildir. Böyük Hövzə yaylası ilə Qərbi Avstraliyasının oxşar xüsusiyyəti. Böyük Hövzə yerləşir Kordilyer dağlarında, Şimali Amerikada. Qərbi Avstraliya elə Avstraliyadan qərbində yerləşir. İsti okean cəryanları təsirinə məruz qalırlar. Qərbi Avstraliya bir soyuq cəryandır. Bu yanlış fikirdir. Platforma ərazisində yerləşirlər. Böyük Hövzə Kordilyer dağlarında geosinkron ərazidə yerləşir. Bu da yanlış fikirdir. Üzvü aləm kasıbdır. Bəli, çünki bu ərazilərin iqlimi quraqdır. Böyük Hövzə subtropik kontinentalına düşür. Quraq bir ərazidir. Qərbi Avstraliya isə tropik kontinentalına düşür. Orada səhra zonasıdır. Yəni üzvü aləm kasıbdır, azdır. Dağ silsilələri ilə əhatə olunub. Böyük Hövzə Kordilyerdə, amma Qərbi Avstraliyada dağlar şərq hissədədir. Yəni Avstraliyada dağlar şərq hissədədir. Bu qərbdədir, Qərbi Avstraliya ailəsi. Tropik işıqlanma qurşağında yerləşirlər. Böyük Hövzə mülayim işıqlanma qurşağında yerləşir. Bu da yanlış fikirdir. Cavab C variantı. Afrikanın şimal hissəsinin cənuba nisbətən daha quraq olmasının səbəbi. Afrikanın ekvator xətti düz mərkəzindən keçir. Yəni şimalında və cənubunda iqlim qurşaqları təkrarlanır. Buna görə də əslində iqlim xüsusiyyətləri eyni olmalıdır. Amma şimal cənuba nisbətən daha quraqdır. Bunun səbəbi odur ki, şimal hissədə Afrika daha enlidir, tropik ərazidə daha böyük sahə tutur, okeanlardan mərkəz hissələr daha uzaqda yerləşir, ona görə də quraq hava şəraiti yaranır. Ona görə cavab şimal hissənin daha geniş ərazi tutması olacaq. Günəş şüalarının il boyu böyük bucaq altına düşməsi ikisinə də xasdır. Atlantik okean sahələrinin soyuq okean cəryanı ikisinə də xasdır. Birində Kanar, birində Bengi. Qərb küləklərinin təsiri bu da daha çox fasilatların təsiri olar. Tropikdə yerləşirlər. Enən hava üstünlüyü ikisində də var. Çünki tropik təzyiq sahəsində yerləşirlər. Cavab olur A variantı. Əlamətlərin aid olduğu okean cəryanı. Sakit okeanda yerləşir. Sakit okeanda yerləşirsə Muson Hind okeandadır, Golfstream Atlantikdədir, Kanar Atlantikdədir. Yerdə yalnız Alyaska ilə Crossio qalır. Asiya qitəsinin iqliminə təsir göstərir. Burada Alyaskanı da atırıq. Bu Şimali Amerikaya təsir göstərir. Yağıntıların miqdarını artırırsa isti cəryandır. Bu da Yaponiya sahillərində olan Crossio isti cəryanı olacaq. Kars relyef formalarını hansı yarımadada daha geniş yayılmışdır? Burada buzlaq yazıldığına baxmayın. Buzlaq ekzarasiyadır. Kars prosesi yeraltı suların fəaliyyətidir. Yeraltı su. Bu da əhəngdaşı gips kimi suların geniş yayıldığı Balkan yarımadasında daha çox müşahidə olunur. Balkan yarımadasında həm Kars platosu yerləşir, həm də Sloveniya ərazisində Postoyun Kars mağarası yerləşir. Yəni Kars prosesləri ən çox Balkan yarımadasında müşahidə olunur. Pireneyin Apennində də var əslində, amma daha geniş deyirsə biz burada Balkanı seçəcəyik. Ərazidə mümkün buxarlanmanın kəmiyyəti 1800 mm, rütubətin əmsalı 1,5 olarsa, əraziyə düşən yağıntıların miqdarını hesablayın. Rütubətlənmə əmsalının düsturunu yazaq. Rütubətlənmə əmsalı bərabərdir. İllik yağıntı bölünsün mümkün buxarlanmaya. İndi burada bizə rütubətlənmə əmsalını verib 1,5. Yağıntını verməyib x. Mümkün buxarlanmanı verib 1800. İndi biz burada x-i tapmaq üçün 1800-ü 1,5 vururuq. O da eləyir 2700. Cavab olur B variantı. Davam edirik. Xəritə sistemində ştriklənmiş ərazilərdə yayılmış iqlim tipini müəyyən edin. Gördüyünüz ərazidə bizə Qanıq Əyriçay düzənliyi Böyük Qafqazın cənub-şərq yamaçlarını göstərib. Burada da şimal-şərq yamaçlarını göstərib. Burada Qanıq Əyriçayda onun üzərində qışı quraq keçən mülayim isti iqlim
Bərabər rütubətli mülayim isti iqlim. Cənub-şərqdə yenə qışı quraq keçən, yayı quraq keçən mülayim isti iqlim. Qusar maili düzənliyində bərabər rütubətli mülayim isti iqlim. Yəni bu ərazilərin hamısı mülayim isti iqlimdə yerləşir. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən et. Aralıq dənizi və Qırmızı dəniz. Boğaz vasitəsilə Dünya okeanına birləşir. Aralıq dənizi Cəbəl Tariq boğazı ilə Atlantik okeana, Qırmızı dəniz Bab-el-Məndəb boğazı ilə Hind okeanına birləşir. Bu hər ikisinə aid. Subtropik iqlim qurşağında yerləşir. Aralıq dənizi ilə subtropikun Aralıq dənizindədir. Qırmızı dəniz tropik iqlim qurşağında yerləşir. Bu Aralıq dənizinə aid olacaq. Şimal tropik xətti keçir. Şimal tropik xətti Qırmızı dənizi kəsir. Ona görə bu Qırmızı dənizə aid olacaq. Geosinklinal ərazidə yerləşir. Əslində Aralıq dənizi toqquşma zonasındadır, geosinklinaldadır. Burada bu variant hər ikisindən götürülüb. Qırmızı dənizdə Afrika, Ərəbistan havalarının hərəkəti zonasında yerləşir. Ərazidə seysmiklik var. Amma biz normalda Ərəbistan və Afrikanı platforma olaraq götürürük. Sadəcə oradakı seysmikliyə görə burada geosinklinal olaraq götürülür. Üç qitənin sahillərini yuyur. Aralıq dənizi Asiyanın, Afrikanın, Avropanın. Qırmızı dəniz isə Afrika və Asiyanın sahillərini yuyur. Üç qitə burada Aralıq dənizinə uyğun gəlir. Mərcan mənşəli adalara rast gəlinir. Mərcan mənşəli ada isti ərazilərdə olur. Burada isti dəniz, yəni daha isti olan Qırmızı dənizdir. Ona görə bunu da Qırmızı dənizə götürəcəyik. Cavab olacaq B variantı. Amazon və La Plata düzənlikləri üçün ümumi xüsusiyyət. Bunların hər ikisi ovalıqdır. Hər ikisi Cənubi Amerikada yerləşir. Denudasiya prosesi üstünlük təşkil edir yaylalarda. Ovalıqlarda akkumulyasiya prosesidir. Yəni çökdürülmə. Denudasiya isə dağların parçalanmasıdır. Bu yaylalarda olur. Dördüncü dövr buzlaşmasının izləri müşahidə olunmur. Çünki Cənubi Amerikada bu olmuyor. Formalaşmasında çayların böyük rolu var. Bəli, Amazon çayı və Parana çayı. Hamar relyefə malik allüvial düzənliklərdir. Bəli, ovalıqlardır və çay çöküntülərinə yaranıb, ona görə allüvialdılar. Platformanın qalxan hissələrinə yox, enən hissələrinə uyğun gəlirlər. Seysmik cəhətdən sabit ərazilərdir, geosinklinal deyillər. Cavab olur 3, 4 və 6. Qaradəniz sahilində yerləşən dağlar. Qafqaz dağları Qaradəniz, Qafqazın qərb hissəsi Qaradəniz sahillərinə düşür. Alp dağları heç bir dənizin sahilində deyil, Avropanın qərbində yerləşir. Qaradəniz Avropanın şərq hissəsidir. Kopetdağ Xəzər dənizinin şərq sahilindədir, o da Qaradənizi görmür. Zaqros isə İran körfəzinin şimal hissəsindədir, o da Qaradənizi görmür. Pont Kiçik Asiyanın şimalında Qaradəniz sahillərindədir. Krım yarımadası isə Qaradənizin şimal sahillərində, Ukrayna ərazisində yerləşir. Bu olur 1, 4, 6, Y variantı. 45-ci sual. Yağıntıların orta illik miqdarı 600 min millimetr olan məntəqələri müəyyən edin. Gəlin baxaq. Bu sualda biraz fikrimcə qarışıqlığı var. Burada 600 min ola bilməz nə? Ağcabədi ola bilməz. Yarımsəhra quru çöl iqlimindədir. Heç Ordubat da ola bilməz. Bu variantı asanlıqla ələyə bilirik. Sonraki variantlarda biraz Bərdə də yarımsəhra quru çöldədir. Bunu da asanlıqla ələyə bilirik. Sonraki variantları biz rayon kimi götürsək, hər birisinin ərazisində 600 min millimetrə uyğun gələn yerlər əslində var. Məsələn, burada Şamaxı, Kəlbəcər, Tərtər, Xocavənd, Qusar, Cəlilabad, Qəbələ, Lənkəran, Zaqatala. Gəlin xəritədə baxaq. Görək. Tam uyğun gələn cavab var. Burada Azərbaycanda yağıntıların paylanması xəritəsini görürsünüz. 600 min millimetr olan rəng budur. Yəni bu rəng, bu rəng, bu rəng, sonra. Yoxsa yox. Yox, o rəng deyil. 600 min millimetr olan bu rəngdir. Bu və bu.
Belə bu. Burada variantlarımız necə idi? Variantlarımız Şamaxı, Kəlbəcər, Tərtər. Məsələn, Şamaxı, Kəlbəcər, Tərtərə baxaq. Şamaxı bir hissəsi düşür. Kəlbəcər demək olar bütövlükdə düşür. Tərtərin də burada olduğunu nəzərə alsaq, Tərtərin əslində yox, Tərtər düşməyəcək. Gəlib çatmır burada. Gədəbəy Daşkəsən falan var. Bu çatmır. Amma bu hissələrdə Tərtər ərazisinə çıxa bilər. İndi Ağdərədə düzdür. Bunu elədik. Bu eləz. Xocavənd, Qusar, Cəlilabad. Xocavənd buralardadır. Xocavənd ərazisinə çox da düşmür. Qusara düşür. Cəlilabad ərazisində bir hissəsi düşür. Yaxşı, Xocavəndə görə bunu da eləyək. Əslində hərəsinin kiçik bir hissəsi düşür. Digər variantda Qəbələ, Lənkəran, Zaqatala. Qəbələ uyğun gəlir, Lənkəran uyğun gəlir, Zaqatala uyğun gəlir. Bəli, cavab elə buymuş. Əslində hamısının bir hissəsi düşür B, C, D variantlarında. Amma tam böyük həcmdə düşdüyü burada Qəbələ, Lənkəran və Zaqatala rayonlarının ərazisidir. Tam dəqiq olsun deyə sizə xəritə vasitəsilə bunu göstərmək istədim. Xəritə sxemasının fiziki aşınmanın intensiv getdiyi məntəqə. Fiziki aşınma isti və quraq yerlərdə güclü gedir. Çünki gündüz temperaturu yüksək olur, axşam temperaturu alçaq olur. Nəticədə arada fərq çox olduğu üçün süxurlar gündüzlər genişlənir, axşamlar yığılır və parçalanma, aşınma baş verir. İsti və quru yerlər isə biz səhraları nəzərdə tuturuq. Burada səhra zonası 2-dir, Böyük Səhra, 4-dür Ərəbistan ərazisi və 6-dır Avstraliyada Böyük Viktoriya səhrası. Ona görə cavab 2, 4 və 6 olacaq. Miqyası 1 bölünsün 300 min olan xəritədə uzunluğu 15 sm olan yolun uzunluğu 1 bölünsün 500 min miqyaslı xəritədə neçə santimetr olar? Gəlin birinci yolun həqiqi uzunluğunu tapaq. Bizə miqyas verilib, xəritənin uzunluğu verilib. Həqiqi uzunluq tapılanda miqyas vurulur xəritədəki. Amma 5 dənə 0 çıxdıqdan sonra, yəni kilometrə çevirdikdən sonra. 3-ü 15-ə vuranda eləyir 45 kilometr. Deməli, bizim həqiqi uzunluğumuz 45 kilometrmiş. Və bu 45 kilometr yol başqa miqyasda 1 bölünsün 500 min miqyasında neçə santimetr olar? İndi burada bizim həqiqi uzunluğumuz var, miqyasımız var. Xəritədəki uzunluq tapılanda həqiqi bölünür miqyasa, amma 5 dənə 0 çıxdıqdan sonra cavab alınır 9 santimetr D variantı. Yay gündönümü günü gündüzün uzunluğu daha çox olan məntəqə. Yay gündönümündə günəş olur 23,5 şimal əyniində burada. Şimal qütbündə isə qütb gündüzləri müşahidə olunur. Yəni 24 saat gündüz olur. Şimal qütbündə qütb gündüzüdürsə, biz daha uzun gündüz deyəndə şimal qütbünə ən yaxın məntəqələr seçməliyik. Bunlar da 1 və 6-cı məntəqələrdir. Cavab olur B variantı. Xəritə üzərində hansı məlumatı vizual təhlil metodu ilə əldə etmək olar? Vizual təhlil, yəni baxaraq müəyyənləşdirmək. Heç nə eləmirsən. Sadəcə baxırsan və bunu bilə bilirsən. Məntəqələr arasındakı məsafəni hesablayaraq tapa bilərsən. Bu kartometrik təhlildir. Məntəqə arasında nisbi fərqini yenə hesablayaraq taparsan. Bu da kartometrikdir. Ərazidəki çayların uzunluğu, bu da hesablama. Kartometrikdir. Məntəqə arasında yerli vaxt fərqi, bu da hesablamadır. Bu da kartometrikdir. Amma iqlim xəritəsinə baxaraq, sadəcə baxaraq, harda subtropik iqlimdir, harda mülayim iqlimdir, külək hardan əsir, bu kimi şeyləri müşahidə etmək mümkündür. Yəni bunlar vizual təhlilə aiddir. Yanlış fikri seçin. Orta Sibir yaylasının şərqində Verxayanski silsiləsi yerləşir. Doğrudur. Cənub-Qərbi Asiyada eol relyef forması yaranmışdır. Doğrudur. Eol relyef küləyin yaratdığı relyef formasıdır və quraq ərazilərdə baş verir. Cənub-Qərbi Asiya deyəndə də burada Ərəbistan yarımadası, İran yaylası ərazisi quraq ərazilərdir. Səhra zonalarında küləyin fəaliyyəti güclü olur. Himalay dağlarının şimalında Tibet yaylası yerləşir. Doğrudur.
Böyük Çin düzənliyi daha çox mənimsənilmişdir. Bəli, ərazinin iqlimi subtropik mussondadır. Çinin böyük əhalisi də həmin ərazidə yaşayır. Pamir dağlarının ən hündür zirvəsi isə Nepalda deyil. Nepalda olan zirvə Comolongumadır. O da Himalay dağlarının ən hündür zirvəsi. Pamirin ən hündür zirvəsi səhv eləmirəmsə Tacikistan ərazisində yerləşir. Burada cavab D variantı. Amma Kongur Çinə düşür, yoxsa ya Tacikdir ya Çin. 51. Xəritə sistemində qeyd edilmiş ölkələrin hər ikisində formalaşan iqlim. Deməli, bura bizə Fransa verilib və Almaniya verilib. Bu ölkələr Avropanın həm qərb hissəsinə, həm də nisbətən şərq hissəsinə düşür. Kəskin kontinental Avropada yoxdur. Mülayim dəniz kontinental. Burada kontinental yazıb, amma nəyin kontinental olduğunu yazmayıb. Bunu hələ ki saxlayaq. Mülayim dəniz Araq dənizi. Fransada hə, amma Almaniyada Araq dənizi iqlimi olmaz. Araq dənizinin sahilindən çox uzaqdadır. Mülayim dəniz, mülayim kontinental, bəli, qərb hissələri, bu hissələr mülayim dənizdədir. Bu şərqə doğru gedən hissələri mülayim kontinentala düşür. Bu doğru. Aralıq dənizi mülayim kontinental, dedik ki, Almaniya düşmür Aralıq dənizi. Cavab burada olacaq D variant. Dünyanın əsas daş kömür yataqları ərazilərini müəyyən edin. Mərkəzi Afrika dünyanın mis qurşağıdır. Bunu eləyirik. Orta Sibir yaylası, bəli, daş kömürlə zəngindir. Böyük Çin düzənliyində daha çox boksit ehtiyatları yayılıb. Bunu da eləyirik. Appalaç dağları daş kömürdür. Cənub-Şərqi Asiya qalay volframdır. Bir dəqiqə. Böyük Çində daş kömür də var. Bunu götürək. Çin ərazisi. Cənub-Şərqi Asiya qalay volframdır. Florida yarımadası da daha çox orada biz fosforit yataqlarını qeyd edə bilərik. Cavab burada 2, 3 və 5 A variantı olacaq. Dəmir fez yataqları Azərbaycandakı yataqlardan söhbət gedir. Göydərə xromitdir, ağ yataq civədir, kastaq polimetaldır. Dəmiroğlu, Daşkəsən, Hamançay dəmir fez yataqlarıdır və hər üçü də elə Daşkəsəndə yerləşirlər. Kare yarımadasına aid olan xüsusiyyətlər. Yağıntıların çox hissəsi ilin soyuq dövrünə düşür, səhvdir. Çünki Kara yarımadası subtropik mussonda və mülayim mussonda yerləşir. Musson iqlimində yağışlar yayda yağır. Çünki yayda musson küləkləri dənizdən quru yağır. Platformadır, bəli, Çin Koreya platformasına aiddir. Fəaliyyətdə olan vulkan yoxdur. Platformada ərazi, vulkanlar geosekmeldə olur. Şimal mülayim işıqlanma qurşağındadır. Bəli, tropik xəttdən yuxarıda yerləşir. Yapon dənizi və Siam körfəzi. Siam körfəzi yoxdur burada. Yapon dənizi olar. Siam körfəzi cənubda daha çox Çin sahillərinə uyğun gəlir. Çin də yox, hətta Hind-Çin yarımadası sahillərində, orada Vyetnam filan. Ərazidə musson iqlim, bunu qeyd elədik. Cavab 2, 4, 6. Doğru fikirləri müəyyən edin. Norveç, Bering, Oxot, Yapon dənizləri bioloji ehtiyatları zəngindir. Tamamilə doğrudur. Mülayim enliklərdə yerləşən dənizlər bioloji ehtiyatlarla əsasən zəngin olur. Çünki suyun temperaturu mülayim olur, donmurlar və orada canlı aləm çox yaşayır. Məsələn, tropik ekvatorial enliklər çox istidir. Canlı aləm zəngindir, amma növ tərkibinə görə, çəki baxımından yox. Cənub-Şərqi Asiya ölkələri daha çox şirinləşdirilmiş su ehtiyatından istifadə edir. Xeyr, Cənub-Qərbi Asiya desəydi, səhra zonası olduğu üçün bunu götürərdik. Namibiya sahillərində almaz istehsalı hasil edilir. Doğru fikirdir. Bunu 9-cu sinif xəritəsində baxa bilərsiniz. Okeandakı faydalı qazıntılar. Şimal dəniz sahilləri daş kömürü ehtiyatlarına malikdir. Bu yanlışdır. Baltik desəydi bəlkə götürə bilərdik. Polşa ərazisində orada daş kömürü ehtiyatlarıdır. Hazırda Hind okeanı dəniz yükdaşmasında birincidir. Bu da yanlışdır. Hal-hazırda Sakit okean keçib birinci yerə, Atlantik artıq keçib. Süveyş və Panama kanalları dəniz nəqliyyatında mühüm rol oynayır. Təbii ki, bu da doğru fikirdir. 1, 3, 6. 57-yə baxırıq. Bizə burada xəritədə Ərəbistan və Naskat havaları göstərir.
Baxaq. Materik tipli yer qabığındadır Ərəbistan. 1-ə A. Ərəbistan yeganə kiçik litosfer havasıdır ki, sırf materik tiplidir. Qalan hamısı okean tiplidir. Həm materik, həm okean tiplidir, heç biri. Biri materikdir, biri okean. Okean tipli yer qabığına malikdir Nazca. Cənub-qərb istiqamətində hərəkət edir. Ərəbistan şimal-şərqə gedir, Nazca da şərqə gedir. Bu da heç birinə aid deyil. Sakit Okean odlu həlqəsinin formalaşmasına iştirak edir. Təbii ki, bu Nazca tavasıdır. Burada Ant dağları yaradır, geosignal quşaq yaradır. Burada Y. 1-ə A, 2-yə C, Y. Sizə təqdim olunmuş siyasətini diqqətlə oxuyun, oxuyaq. Bakı Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qorxusuna daxil olan Otmanbozla Palçıq vulkanı Azərbaycanın ən iri və ən fəal palçıq vulkanlarından biridir. Vulkan sonuncu dəfə 11 oktyabr 2025-ci ildə püskürmüşdür. Püskürmə güclü alovla müşahidə olunmuşdur. Vulkan hündürlüyü 400 metrə çatan konus şəklindədir və onun zirvəsində diametri 300 metr olan vulkan krateri yerləşir. Vulkanın dik yamacları dərin yarğanlarla parçalanmışdır. Yaxşı. Otmanboz dağı haqqında yaxşı məlumatlardır. Söhbət palçıq vulkanlarından gedir. Adi vulkanlardan yox. Yəni buradakı bütün mətn palçıq vulkanı haqqındadır. Azərbaycandakı adi vulkanları bura qatmayacaq. Vulkanların yerləşdiyi ərazidə yaranmış faydalı qazıntı. Palçıq vulkanları Abşeron yarımadası, Cənub-Şərqi Şirvan, Qobustan ərazisində yerləşir, Xəzər dənizində yerləşir. Bu ərazilərdə yayılmış faydalı qazıntı neft və qazdır. Ümumiyyətlə, palçıq vulkanları neftli, qazlı ərazilərdir. Vulkanların təsərrüfat əhəmiyyəti isə daha çox müalicəvi məqsədlərlə istifadə olunur. Yəni, tibbdə, belə deyək, istifadə olunur dərmanların hazırlanması. Və yaxud bəzi revmatizma kimi xəstəliklərdə filan da palçıq vannaları tövsiyə olunur. Mətndə verilmiş vulkan tipinin, yəni söhbət palçıq vulkanından gedir. Azərbaycanın yayıldığı ərazilər müəyyən edin və bu tip vulkan yazın. Hər birinə aid 3 nümunə. Yayıldığı ərazilər Abşeron, Qobustan, Cənub-Şərqi Şirvan, Xəzər dənizi. Bunları qeyd edə bilərik. Bir neçə vulkan deyirsə, məsələn, Torağay, Keyrəki, Axtarma Paşalı, elə Otmanboz dağın özü, bu kimi vulkanları yaza bilərik. Burada yazılıb Gəlinqaya, bu normal vulkandır. Qarabağ vulkan arasında da yenə normal vulkanlar yerləşir. Mətnə verilmiş vulkanların xüsusiyyətləri cədvəldə yazın. Vulkanın yerləşdiyi tektonik struktur Böyük Qafqaz qalxmasıdır. Daha çox. Otmanboz dağ. Vulkanın yarandığı suxurlar çökmə suxurlardır. Çünki palçıq vulkanları neft-qazlı ərazilərdə olur. Onlar da çökmə faydalı qazıntıdır. Vulkan püskürdükdən sonra səthdə bərkimiş material. Vulkanın püskürdüyü maye pemza adlanır. O bərkidikdən sonra brekçiyə çevrilir. Brekçi. Vulkan yamaclarında yaranmış relyef formaların ümumi adı. Bunlar konus şəkilli relyef formalarıdır. Vulkanlar konus şəkilli relyef formalarıdır. Bu qədər OTK sınavının izahına baxdınız. Sağ olun, növbəti videolarda görüşürük.